الحمد لله الذي أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله ولو كره الكافرون. الحمد لله الذي هدانا لهذا وما كنا لنهتدي لولا أن هدانا الله. اللهم صل على محمد وعلى آل محمد كما صليت على آل إبراهيم إنك حميد مجيد. اللهم بارك على محمد وعلى آل محمد كما باركت على آل إبراهيم إنك حميد مجيد. أما بعد فالسلام عليكم ورحمة الله وبركاته. Məşhur olub zəif olan hadislərin beyanı babından növbəti rəvayəti zikr edəcəyik inşallah. Bu da hadis Er-raculullezî axta'a min şiddetil ferah. Yəni şiddətli fərəh səbəbilə xəta edən kişinin hadisidir. An İshaq ibn Abdullah ibn Abi Talha qala haddesana Anas ibn Malik ve huve ammuhu qala qala Rasulullah sallallahu aleyhi ve sellem Lallahu aşaddu farahan bi tevbeti abdihi hine yatubu ileyh min ahadikum kana ala rahilatihi bi ardin felah فانفلتت منه وعليها طعامه وشرابه فأيس منها فأتى شجرة فاضطجع في ظلها قد أيس من راحلته فبينه وكذلك إذ هو بها قائمة عنده فأخذ بخطامها ثم قال من شدة الفرح اللهم أنت عبدي وأنا ربك أخطأ من شدة الفرح. قال حدثنا أخرجه مسلم قال حدثنا محمد بن الصباح وزهير بن حرب قال حدثنا عمرو بن يونس قال حدثنا عكرمة بن عمار قال حدثنا إسحاق بن عبد الله بن أبي طلحة فذكره. Yani bu rivayette zikr olunur ki Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki Allah sizden her hansı birinizin səhrada miniğini itirdikten sonra, yani miniğinin üzerinde hem yemeği vardır hem içmeyi vardır. Miniğini itirir, ondan ümidini kesir ve ağacın dibine gelir, orada uzanır. Artık yani o minikten ümidini kesmiştir ve o bu halde olduğu zaman bir de bakır ki miniği onun başı üzerinde durmuştur ve onun bir deyək cilabından yapışır ve deyir ki şiddetli fərəhdən deyir ki Allahım sen benim kulumu sevme, sen Rabbinem şiddetli fərəhdən dolayı xəta edir. Yəni onun sevinməsindən daha çox sevinir Allah Azze ve Celle kulu tövbe ettiği zaman. Yani hadisin inşallah məzmunu budur. Ve bunu da Müslim takrir etmiştir. İnşallah sahihinde 7060 numaralı rivayet olması lazım. Seneden evvelinde deyir ki bize Muhammed ibn Sabbah ve Zuhayr ibn Harb her ikisi danıştı. Dediler ki bize Amr ibn Yunus danıştı ve dedi ki bize Ekrime ibn Ammar danıştı. Ve dedi ki bize İshak ibn Abdullah ibn Abi Talha danıştı ve hadisi zikredirler. Həmçinin hadisi Bağavi rivayet tehaz etmiştir. 7105 sayılı rivayettir. Həmçinin Beyhaqi rivayet etmiştir. Bu hadis zayıftır. Zayıf olma sebebi ise Ekrime İbn Ammar'dan rivayet olunmasıdır. Ekrime İbn Ammar el-İcli Ebu Ammar el-Yemami asluhu minel Basra sadukun yaglit ve fi rivayetihi عن يحيى بن أبي كثير اضطراب ولم يكن له كتاب من الخامسة مات قبيل 60. İkrime İbn Ammar el-İcli Ebu Ammar el-Yemami'dir. Aslan Basralıdır. Yani bunun hakkında İbn Hacer diyor ki sadukun yağlıt. Yani saduktur. Yani galat, yani Arap dilinde səhv demek. Yani hata edir, səhv edir. Yahya ibn Abi Kathir'den rivayetlerinde ittiraf vardır. Ve onun kitabı yoktur. 5. təbəqədəndir. Ölüm tarihi 60-cı illərin əvvəllərində. Və yaxud 60-cı illərə yaxın. Yani İkrimə İbn Ammar la yuhtaccu bi rivayetihi an Yahya ibn Abi Kathir. Yani bu məşhurdur. Yani Yahya ibn Abi Kathir'in rivayətləri sahih değil. Abdullah ibn Ahmed ibn Hanbel deyir ki, qala abi, atam dedi, İkrimə İbn Ammar muttarabun an gayri İyas ibn Seleme. Deyir ki, İyas ibn Sələmədən başqalarından rivayətində muttarabdır. Yəni hadisində ittiraf vardır. Və kənə hadithuhu an İyas ibn Sələmətə salihə. Və İyas ibn Sələmədən rivayətləri də salihdir. Yəni demir səhihdir, salih olduğunu deyir.
El-İlal kitabında, El-İlal ve Marifet-i Rical kitabında Ahmed bin Hanbel'in 733 numaralı rivayettir. وقال ابن أبي حاتم الرازي سألت أبي عن أكرمة ابن عمار فقال كان صدوقا وربما وهم في حديثه وربما دلس وفي حديثه عن يحيى بن أبي كثير بعض الأغاليط الجرح والتعديل مجلد السابع صفحة 10. Abdurrahman İbn Abi Hatim deyir ki, atamdan soruşdum İkrimə İbn Ammar haqqında, dedi ki, saduq idi. Və deyir, bəlkə də hədisində vəhm etmişdir, bəlkə də və yaxud da ki, bir qədər, müəyyən qədər tədlis etmişdir. Yahya İbn Əbi Kəsirdən rivayətlərində bəzi səhvlər, bəzi qalat vardır. Həmçinin Abbas İbn Muhammed Əd-Duri Səmi'tu Yahya İbn Ma'in yəqul Əkrimət İbn Ammar thiqah. Yani Yahya ibn Ma'in ise buna yani İkrime ibn Ambar'a sika olduğunu değil. Tarihinde yani Abbas Duri'nin daha doğrusu 3494 numaralı yani rivayettir. Kale Ali yani İbn el-Medini. Sa'altu Yahya yani İbn Sa'idin el-Qattan an ahadisa İkrimete İbn Ammar'ın an Yahya ibn Abi Kathir fadha'afaha ve kâle leysat bisahah. Ali İbn el-Medini'nin Medini deyir ki Yahya ibn Sa'idin el-Qattan'dan İkrimə ibn Ammar'ın Yahya ibn Əbi Kəsirdən rivayətlərini soruşdu və dedi ki, onları zəif gördü və dedi ki, sahih deyillərdir. El-Cərh və Tə'dil rəqam 36 və 200. Cərh və Tə'dil kitabında 236 nömrəli rivayət idi. Həmçinin Uqayli Duafada 494 nömrəli 494 səhifədə Buxarinin belirtdiyi rivayət edir ki, İkrimə ibn Ammar yuttarabu fi hadisi Yahya ibn Abi Kathir və ləm yəkun indahu kitab. Deyir ki, Yahya ibn Abi Kathirdən rivayətlərində ittirab edir və onun kitabı yoxdur. Kitabı yox idi, deyir. Tüm bu oxuduqlarımızdan yəni ortaya çıxmış olur ki, İkrimə ibn Ammar yəni zəif ravidir və onun bu hədisi də o rivayət etmişdir, onun rivayət olunmuşdur. Bunun səbəbilə də hədis səhih deyildir, zəifdir və yeri gəlmişkən bir şey qeyd edirik ki, yəni səhih olan rivayətlər var, yəni bu babda inşallah, onu sizin üçün oxuyaq, məlumat olsun deyə. An Qatadətə, qale həddəsənə Ənəs, anin Nəbiyyi sallallahu aleyhi ve sellem qal, Allahu afrahu bi tavbati abdihi min ahadikum sakata ala ba'irih ve qad adallahu fi ardin falah. Akhrajahu Ahmed ve Bukhari ve Muslim ve Abu Ya'la ve İbn Hibban ve Tabarani fil Awsat. Bu hadiste zikr olunur ki Resulullah sallallahu aleyhi ve sellem buyurur ki Allahu afrahu bi tavbati abdihi min ahadikum sakata ala ba'irihi ve kad adallahu fi ardin falah. Yani Allah azze ve celle sizden birinizin səhrada yani dəvəsini itirdikten sonra onu qəfildən tapmasında sevindiğinden daha çok sevinir. Ne zaman? Kulunun tövbe ettiği zaman. Yani sizden herhangi birinizden olan bir kulun tövbe ettiği zaman Allah azze ve celle daha çok fərqlənir. Yani bu rivayət inşallah səhihdir və gördüyünüz kimi burada heç bir yani şey yoktur ki, yani şiddetli fərəhdən dedi ki, ey Allah'ım sen benim kulumsan, ben senin Rabbinəm və s. Böyle şeyler yoktur. Hədis inşallah sahih olan rivayət budur. Diğerleri inşallah zəifdir və görürüz ki, bunu Buxari təxric etmiştir öz sahihində. Həmçinin Müslim rahimehullah da yani bunu təxric etmiştir. Buxaridəki nömrəsi 6309'dur. Müslim'dəki nömrəsi isə 2675'dir. Ve ahiru da'vanen elhamdülillahi rabbil alemin.